Herkese salam olsun, videoma xoş gəldiniz. Bugün mən sizlərə bir yeni başlayan şirniyyatçı üçün, konditor üçün əsas lazım olacaq ləvazimatları göstərəcəm. Ümumiyyətlə, mən sizə ilk başda hər şeyin çoxunu almağa məsləhət görmərəm. İlk başda lazım olacaq ləvazimatları alırıq, sonra isə sifarişimiz olduqca lazım olan qəlibləri, lazım olan figurları ala bilərik. Demək ki, deyək ki, ilk başda mən sizə tor çəmbərlərini göstərmək istəyirəm. Demək, çəmbərlərimiz müxtəlif ölçülərdə və müxtəlif hündürlüklərdə olur. Mən sizə ümumiyyətlə məsləhət görərdim ki, diametrini dəyişdirə bilən alasınız. Çünki bunda müxtəlif diametrlərdə biskvitləri hazırlaya bilərsiniz. Bunun diametri 30 diametrə kimi dəyişdirilir və hündürlüyü isə 8 cm-dir. Bunda çox hündür biskvitlər çıxartmaq olmur. Əgər daha hündür biskvit çıxartmaq istəyirsinizsə, daha hündür halqaları tərcih eləməlisiniz. Məndə burada 12 cm olan halqam var və 15 cm halqam var. Siz ümumiyyətlə çənbəri alarkən sobanızın ölçüsünə diqqət eləməyinizi istəyirəm. Çünki bəzən 15 cm-də olan çənbər sobanıza sığmaya bilər. Və dördbucaq belə qəlib də almanızı məsləhət görərəm. Çünki dördbucaq tortlarda istəyən çox olur. Bunun da diametri dəyişdirilir, istədiyimiz ölçüdə ala bilərik. Bunun da hündürlükləri fərqlənir. Bunlar isə bəndə tortlar üçün olan qəliblərdir. Diametrləri 12, 10, bu isə 7 diametrdə olan çənbərdir. Bunlarda biz sadəcə bəndə tort işlə bilərik. Və ikinci ən əsas ləvazimatlardan biri tərəzidir. Bunu almağı hər kəsə məsləhət görərəm. Tərəzisiz iş görmək isə sizə məsləhət görmərəm. Çünki biz həmişə hazırladığımız məhsulların çəkisini bilməliyik. Əgər bizdən 2 kiloluq tort istəyəndə biz o çəkini alındırmaq üçün tərəzidən istifadə etməliyik. Və üçüncü əsas lazım olacaq ləvazimatlardan biri fırlanan stoldur. Bu bizə tortlarımızın düzgün çıxarılmasında və düzgün dekorasyon edilməsində köməklik edəcəkdir. Bu biraz qiymət olaraq biraz bahadır. Daha münasib qiymətə olanları vardır təbii ki. Siz istədiyiniz qiymətə olanı ala bilərsiniz. Sadəcə diqqət etməyiniz lazımdır ki, fırlanan stol fırlanarkən düzgün fırlansın. Yəni belə sirkələnməsin. Dördüncü əsas lazım olacaq ləvazimatlardan biri isə şpateldir. Həm dəmir olanı, həm belə elastik olanı bizə ikisi də lazım olacaqdır. Bu daha qanajlı tortların sıvanması üçün, bu isə daha kremli tortların sıvanması üçün bizə köməklik edəcəkdir. Sonra isə 5-ci əsas lazım olacaq ləvazimatlardan biri silikon lapattır. Bu kremi qarışdırmaq üçün bizə çox yardımcı olacaqdır. Və tortlarımızın üzərini dümdüz sıvamaq üçün bizə belə lapatka lazım olacaqdır. Bunu da almağı unutmayın. 6-cı isə lazım olacaq ləvazimatlardan biri belə ütüdür. Bunun adı ütüdür. Mastikalı tortların düzləşdirilməsi üçün bizə lazım olacaqdır. 7-ci ən əsas lazım olacaq ləvazimatlardan biri krem nasatkalardır. Bunların fərqli formada olanları vardır, amma siz ilk də ən əsas lazım olacaqları ala bilərsiniz. Bu cürə qızıl gül nasatkasıdır. Bununla biz qızıl gülünü qoya bilərik. Sonra isə belə xırda ulduz nasatkasıdır. Bunu da sifdə ala bilərik. Sonra belə yarpaq nasatkasıdır. Həm yarpaq qoya bilərik, həm də ki fərqli uzorlar qoya bilərik. Sonra isə belə iri ölçüdə ulduzdur. Bu da çox lazım olur bizə tortların dekorasyonunda. 8-ci əsas lazım olacaq ləvazimatlardan biri krem torbalardır. Belə, yəni bir dəfəlik istifadə üçün nəzərdə tutulubdur. Əlimizi batırmadan biz tortlarımızı dekorasyon edə bilərik. 9-cu əsas lazım olacaq ləvazimatlardan biri termometrdir. Bu bizə lidini sazlamaq üçün çox köməklik edəcəkdir. Ümumiyyətlə bunu da almağa məsləhət görərəm. Və 10-cu əsas lazım olacaq ləvazimatlardan biri belə bu cürə bıçaqdır. Bu bizə biskvitlərin düzgün şəkildə kəsilməsi üçün köməklik edəcəkdir. Və yaxud tam düzgün şəkildə siz kəsim eləmək istəyirsinizsə, bu cürə alətdən istifadə edə bilərsiniz. Bu cürə alətlə siz biskviti istədiyiniz yerə bölə bilərsiniz. Tam düzgün şəkildə bu cürə biskvitimizi bölə bilərik. Və lazım olacaq ləvazimatlardan biri yağlı kağızdır. Bunun köməyi ilə biz biskvitləri rahatlıqla bişirə biləcəyik. Sonra isə mastikanı açmaq üçün, vaza düzəltmək üçün, litini düzəltmək üçün bizə silikon xalça lazım olacaqdır. Bunun köməyi ilə biz rahatlıqla işimizi görə biləcəyik. Sonra mastikanı açmaq üçün bizə oxlov da lazım olacaqdır. Sonra biskvitləri stejləmək üçün bizə stej lazım olacaqdır. Biz bunun köməyi ilə rahatlıqla məhsullarımızı stejləyə biləcəyik. Və texnikadan isə bizə soba, xalagenik, mikser və blender lazım olacaqdır. Əgər bu bütün ləvazimatlar sizdə varsa, biz sıfırdan tort dərslərinə başlaya bilərik. Bizim dərslərimiz onlayn şəkildə keçilir, video dərslər şəklində. Orada mən torta aid hər şeyi izah edirəm və hər kəsə də fərdi yanaşıram. Əgər bu cür videoların gəlməyini istəyirsinizsə, abunə olub, bəyənməyi unutmayın. Məni izlədiyiniz üçün təşəkkür edirəm.